Xeyir olsun uşaqlar. Gəlin sinonimlərin testlərinə baxaq. 2 hissədən ibarətdir. Hər birini özüm hazırlamışam. Özüm hazırladığım sinonim materialına aid olan testlərimizdir. Birinci testdə Basti was grateful for the opportunity to study abroad. Bəsti xaricdə təhsil almaq şansına görə deməli minnətdar idi. Grateful for minnətdar olmaq. Burada onun grateful'un sinonimləri thankful, obliged və digər sinonim isə appreciative deməkdir. Cavab A bəndi. Scientists are searching for a modern solution to this environmental problem. Alimlər bu ətraf mühit probleminə müasir bir həll yolu tapmağa axtarırlar. Həll yolunu axtarırlar. Modern müasir deməkdir və burada bizim sinonimimiz contemporary. Burada bir dənə outdated qata bilərsiniz. Outdated bilirsiniz nədir? Old fashioned, yəni dəbdən düşmüş köhnə deməkdir. Sonra vital vacib deməkdir. It is vital to protect endangered species. Nəsli kəsilməkdə olan növləri himayə eləmək vacibdir. Deməli, burada vitalın sinonimi essential, vacib, yebəndi. Baxırıq 4-cü testdə sincere sözünün sinonimi lazımdır. His sincere apology impressed everyone. Onun deyir səmimi üzürü hər kəsə təsir etdi. Deməli, sincere sözünün sinonimi genuine, artificial, süni deməkdir burada. Rude, kobud deməkdir. She has extensive knowledge of international law. Onun deyir ki, yəni beynəlxalq hüquqla bağlı geniş biliyi var. Knowledge bilik deməkdir. Data, məlumat, fact, sonra fact sözündən sinonim information, bunlar sinonim ola bilər. Əslində burada data, fact, information hər üçü məlumat deməkdir. Knowledge də bilik deməkdir. The manager asked us to respond immediately. Menecer bizdən cəld cavab verməyimizi xahiş etdi. Immediately'nin sinonimi nədir burada? Promptly, cəld bir şəkildə. Gradually, tədricən deməkdir. Bunu yadda saxlayın. Eventually, sonda. Sonra ignorant, cahil deməkdir. He remained ignorant of the warning signs. O deyir xəbərdarlıq siqnallarından, yəni xəbərsiz qaldı. Unaware'ın sinonimdir bu söz. Sonra baxırıq 8-ci testdə. Biz bunu bilirik. Arrive'ın üç sözü var, sinonimi var. Biri reach'dir, biri get to'dur, biri də arrive'ın özüdür. Burada da bizə reach'i verib oldu. Cavab D bəndi. 9-cu testimə baxıram. Raise qaldırmaq deməkdir. The company decided to raise employees' salaries. Şirkət qərarı aldı ki, işçilərinin maaşlarını qaldırsın. Qaldırmaq burada ola bilər increase, amma antonimini soruşsa reduce götürərik. Çünki reduce azaltmaq deməkdir. Sonra her speech sparked public interest. Onun deyir nitqi ictimai marağı alovlandırdı, diqqətini çəkdi, belə deyək. Alovlandırmaq diqqətini çəkmək deməkdir. Interest maraqdır. Biz də bunu bilirik ki, sinonimi curiosity, maraq deməkdir. Sonra Sarah was appreciative for her parents' support. Sarah deyir öz valideynlərinin dəstəyinə görə minnətdar idi. Baxın, appreciative, thankful, grateful'in sinonimidir. Burada support sözünün sinonimini soruşur. Aid, help. Bunlar sinonim olur. Help, aid, support, bir də give a hand, kömək etmək, kömək mənalarını verirlər. Become olmaq deməkdir burada. Become'ın sinonimi təbii ki, be-dir. Gəlin cümləni tərcümə eləyək. City has become very modern in recent years. Şəhər deyir, son illərdə çox modern olubdur. 13-cü testimə baxıram. This is a very essential decision. Bu çox vacib bir qərardır. Essential, vacib, necessary sözündən sinonimdir. 14. The waiter was impolite to the customers. Ofisiant işçilərə qarşı çox nəzakətsiz idi. B bəndindən sinonimdir. They gave a sincere apology. O deyir, səmimi bir üzr istədi. Deyəsən, bu test təkrardır. Sincere, səmimi. Bunun sinonimi honest, A bəndi. His knowledge of history is impressive. Mən sizə bunu altın sinif sözlərin ikisində demişdim. Impressive sözünün sinonimi awesome'dir. Çünki awesome'ın orada definition'da impressive var. Yəni, çox təsirli, möhtəşəm deməkdir. Onun tarix biliyi çox möhtəşəmdir, yəni təsirlidir. Please come right away. Zəhmət olmasa dərhal gəl. Biz burada yadımdan çıxıb right away, dərhal. Bu sözün sinonimini tapmalıyıq. Speedy sözündən sinonimdir. He is ignorant of the rules. O, yəni qaydalardan xəbərsizdir. Illiterate sözündən sinonimdir. Unaware, illiterate və də ignorant. Bunlar sinonimdilər. 19-cu testdə got to-nun sinonimini tapmalıyıq. Get to. Biz də bilirik ki, onun sinonimləri reach, arrive'dir. Cavab Y bəndi. 20-də home, ev deməkdir. Təbii ki, residence və bir də dwelling, yaşayış yeri.
Bunlar üçü də ev, yaşayış yeri mənasında sinonimdirlər. 21-də live yaşamaq deməkdir. Təbii ki, bunun da sinonimi reside, deməli residence reside sözündən yaranır. Bunu biləsiniz, düzəltmədim. Sonra many students live in dormitories. Bəzi çox şagirdlər, çox tələbələr yataqxanalarda yaşayır deməkdir. 22-ci sual. We spent our vacation in Italy. Biz öz tətilimizi İtaliyada keçirdik. Vacation'ın sinonimini biz holiday deyə bilərik. Please keep this secret. Zəhmət olmasa bu sirri saxla. Keep-in sinonimi bir holddur, bir də store'dur. Cavab B bəndidir. 24-cü testə baxıram. The teacher introduced a new student. Müəllimə yeni şagirdi təqdim elədi. Introduce-ın sinonimi hand təqdim etmək, bir də present təqdim etmək. Cavab D bəndidir. Burada punish cəzalandırmaq, beat vurmaq, blame günahlandırmaqdır, accept də qəbul etməkdir. Sonra baxıram 25-ci testə. They lifted the flag. Onlar bayrağı qaldırdılar. Qaldırmaq biri raise'dir, biri liftdir, bir də hoist də var. Qaldırmaq sözləridir. Sonra baxırıq 26. Hit vurmaq. Hit the ball very hard. O topu çox cəld vurdu. Hit vurmaq, struck da vurmaq deməkdir. Sonra kick təpikləmək, beat vurmaq. Bunlar hamısı sinonimdirlər. Sonra baxırıq 27. She injured her leg. O qıçasını incitdi. Hurt-lə injure sözü sinonimdir. Baxıram 28-ci testdə. His curiosity in science began at school. Onun deyir ki, elmə olan biliyi, marağı məktəbdə başladı. Interest də curiosity sözünün sinonimidir. Y bəndi. Honest, dürüstlük, truthful sinonimdir. Bunu biləsiniz. Your answer is wrong. Sənin cavabın yanlışdır. Deməli, wrong yanlış, faced, folk, error, fabricated, incorrect. Bunlar yanlış deməkdir. Sin günahdır, guilt də onun sinonimidir. Cavab A bəndidir. Blame də günahdır. Fail kimdir? Günahlandırmaq deməkdir. Yadda saxlayın. Sonra baxıram 32-ci testimə. It was on an accident. Bu sadəcə bir hadisə idi. Accident ola bilər, occasion var, C bəndi. Incident, occasion, accident. Üçü də sinonimdirlər. The children were hungry after school. Uşaqlar məktəbdən sonra ac idilər. Hunger'ın sinonimi nədir burada? Starving. Çünki satisfied, məmnun. Cheerful, şən. Joyful, xoşbəxt. Guilty də günahkar deməkdir. Fascinating. Fascinating nədir? Deməli, maraqlı deməkdir. Captivating sözündən sinonimdir. Yadda saxlayın. Mətnlərdə bunu istifadə edərsiniz essay, paragraf yazarkən. Sonra she has a friendly character. Onun mehriban bir xarakteri var. Gəlin baxaq. Xarakterin sinonimləri identity, personality, trait, feature sözlərindən sinonimdir. Burada da trait var. Burada personaldan qatmayın. Personality olsa doğru olardı. 36-ya baxıram. The doctor recommended regular exercise. Recommend tövsiyə vermək. Deməli, recommend burada tövsiyə vermək deməkdir. Deməli, advise məsləhət vermək, tövsiyə vermək. Advice sözündən eyni zamanda isə feed somebody-də kiməsə məsləhət vermək, tövsiyə vermək deməkdir. Advice yazılır fe'l formasında. 37-yə baxıram. Burada high hündür, uca deməkdir, yüksək, tall, bir də elevated sözündən sinonimdir. The mountain is very high. Deyir, dağ çox ucadır. Deməli, bunu da tərcümə edeyim. The doctor recommended regular exercise. Həkim deyir, müntəzəm olaraq idman eləməyi recommend elədi, tövsiyə etdi. He gazed at the painting carefully. O diqqətlə rəsm əsərinə baxdı. Deməli, gaze at baxmaq, stare-nə sinonimdir. The little kid was sleeping. Balaca uşaq yatırdı. Kidin sinonimi infantdir. 40-cı testə baxıram. False. The report contained false information. Deyir, məruzə yanlış məlumatdan ibarət idi. Deməli, burada nədir? False yanlış deməkdir, wrong-dan sinonimdir. Gloomy tutqun deməkdir, upset-in sinonimidir. Unutmayın. Grateful minnətdar, bunu bilirik. Appreciative, thankful-dan sinonimdir. 42-yə baxıram. We must take immediate action to solve the problem. Biz məsələni həll eləmək üçün təcili bir hərəkət eləməliyik. Immediate, dərhal, instantdan sinonimdir. Cavab Y bəndi. Ani hərəkət, dərhal hərəkət. 43-cü testə baxıram. The museum has a large collection of ancient coins. Burada deyir, muzeyin qədim qəpiklərdən ibarət bir deməli nəyi var? Kolleksiyası var. Ancient qədim deməkdir. Antik sözündən sinonimdir. Burada friendly mehribandır. Mehriban sözünün sinonimi nədir? Bu mehribanlıqdır. Bunu çıxıram.
truthful götürə bilərik nisbi sinonim kimi. Çünki root kobud antonimdir. Guilty günahkar, hungry da ac deməkdir. Yenə gəldi recommended. Recommend tövsiyə verməkdir. Advice sözündən sinonimdir. The teacher recommended a useful dictionary to her students. Deyir, müəllimə öz şagirdlərinə faydalı bir lüğəti məsləhət gördü. 46-cı testə baxıram. Ecstatic xoşbəxt deməkdir və bu over the moon, yəni göyün 7-ci qatında olmaq deməkdir. Sinonimdilər. Obliged sözü minnətdar deməkdir. Bunu bilirsiniz. Thankful-la sinonimdir. Thankful, grateful, obliged və appreciative sinonimdilər. Sonra baxıram latest sonuncu, yəni müasir deməkdir. Cavab B bəndidir 48-də. 49-cu testə baxıram. Major əsas vacib deməkdir. Necessary ilə sinonimdir. Ədəbsiz, nəzakətsiz deməkdir. Bunun da sinonimi, deməli, burada impolite olsa düz olardı, amma unfriendlydir, mənfi məna bildirir. Frank səmimidir, sinonimi friendly, cavab C bəndi. Data, məlumat, fakt deməkdir, elə B ilə sinonimdir. Right away, dərhal deməkdir. Yəni, burada at once, cavab C bəndi. 54-cü testə baxıram. 54-cü testdə gloomy, tutqun deməkdir. Deməli, miserable, məyus, cavab elədir, Y bəndi. 55-ci testdə dwelling yaşamasını tapmalıyıq. Dwell yaşamaq deməkdir. Dwellingdə yaşayış deməkdir. Bunun feil forması reside, cavab C bəndi oldu. Store saxlamaq, bunu bilirik, bayaqdan işləmişik. Hold saxlamaq, keep saxlamaq, lift qaldırmaq, hoist qaldırmaq, punch, kick sinonimdir, təpikləmək, vurmaq. Towering, deməli elevated, yüksəkdir, tallun sinonimidirlər. Sonra davam edirik. Heavy pain, ağrısı olmaq, ağrımaq. Ache-lə sinonimdir. Cavab 60-da B bəndidir. 61-də glad, şən, şad deməkdir. Bunun ucu artıq bizdən antonimini soruşur. Delighteddir, pleaseddir, cheerfuldur, joyfuldur. Bunlar sinonimlərdir. Antonimi upset, qəmgin. Pleased məmnunun antonimi. Məmnun, thankless götürə bilərik biz. Qalanlar müsbət məna verir. Fresh, təzə deməkdir. Bunun antonimi köhnə, ancient lazımdır. Giant, nəhəng deməkdir. Antonimi kiçik. Baxaq, low, alçaq götürürük. Sonra just, nisbi sinonim kimi. Just, vicdanlıdır. Dishonest, mənfi mənada antonim kimi bunu götürürük. Sonra obtain sözünün sinonimi. Acquire, get, obtain. Bu üçü bir sinonimdirlər. Cavab C. Day of, istirahət deməkdir. Burada mexaniki səhv gedib bu sözün yazılışı. Deməli, day of, istirahət deməkdir. Burada, güman ki, burada break, fasilə yazmaq istəmişəm. Ona görə cavab Y olur. Güman ki, mexaniki səhv gedib. Fascinating. Fascinating nə deməkdir? 68. Fascinating maraqlı deməkdir. Təbii ki, interesting sinonimi A bəndi. Curious. Nature xasiyyətidir kimisə. Feature, xüsusiyyət. Able-bodied sağlam deməkdir. Healthy ilə sinonimdir. 71-ci testdə joyous sözü şən-şad deməkdir. Upset, qəmgin, rude, kobud, guilty, günahkar, ancient qədim, amma merry də şən-şad. Fresh, təzə deməkdir. New. 73-də drawing, şəkil, paint-lə sinonimdir. Main, əsas, başlıca, vital. Repair, təmin eləmək, mend, təmir eləmək. Incorrect, yanlış deməkdir. Fabricated, səhv, yanlış. Overlook, overlookun sinonimi, overlook nə deməkdir? Excuse, bağışlamaq, üzr istəmək. Right away, dərhal, speedy. Intelligent, ağıllı, dərrakalı deməkdir. Educated, təhsilli sözündən sinonimdir. Ruin, korlamaq, collapse, destroy, spoil, bunlar sinonimdirlər. Residence, dwelling, bu söz təkrarlanıb, B yox, B bəndi. 82-yə baxıram. Kick the bucket. Kick the bucket bilirsiniz nədir? Ölmək, daim sinonimidir. Bu idiomdur. Public, ictimai deməkdir. Yəni, society, cəmiyyət, ictimaiyyət. Burada ictimaiyyət mənasında. Drop, throw, atmaq, tullamaq. Sonra apartment, mənzil deməkdir. Sinonimi flat götürə bilərik. Heal, sağalmaqdır. Sinonimi cure, müalicə eləmək. 87, splendid, marvelous, möhtəşəm, əla. Fortress, qala. Sinonimi də tower, qala. 89-da present, hədiyyə, gift, hədiyyə, B bəndi. 90-da offensive, yəni kimisə incidəcək, qəlbinə dəyəcək, rude, kobud adama deyirlər, C bəndi 90. 91-də wrong-un sinonimi fault. Fault səhvdir, bir dənə baxım. Bəli, A bəndi ola bilər. Sin, günah, guilt, günah. Advice, məsləhət. Recommendation, məsləhət. Çünki niyə? Burada C ilə verib, isim formasıdır. Delighted də məmnundur, onun da sinonimi. Joyful, burada yenə testdə səhvlik var. Delighted A və C ikisi də ola bilər. Güman ki, bu mexaniki səhv gedibdir.
95-ə baxırıq. Growth, inkişaf deməkdir. Sinonimi improvement, deməlidir. Joyous, yəni sevincli deməkdir. Ecstatic, xoşbəxtdən sinonimdir. Depressed, upset, qəmgin deməkdir. Offer, təklif eləmək, təklif. Bir də suggestion, bəndi. Observe, müşahidə eləmək, watch-la sinonimdir. Endure, dözmək, tab gətirmək, put up with-lə sinonimdir. Withstand-in sinonimi burada. Tolerate, dözmək, tab gətirməkdir. Boost, yaxşılaşdırmaq, gücləndirməkdir. Və deməli, development, inkişaf. Occur, baş verməkdir. Take place, baş vermək. Obtain, acquire-lə sinonimdir. Gain, əldə etməkdir. Get-lə sinonimdir. 106-da collapse, dağılmaq deməkdir. Baxaq, dağılmağın sinonimi burada ruin, Y bəndidir 106-da. Sonra pardon, excuse, triumph da qələbə deməkdir. Victory ilə sinonim olur, B bəndidir o da. Gəlirik 109, proceed, carry on, davam eləmək, keep on, continue, bunlar sinonimdir. By mistake, səhvən, yəni mistakenly. Wonderful, möhtəşəm, magnificent. Ache, ağrı, sore, ağrı. Bir də pain, ağrı var. Strike, deməli, vurmaq, hit, vurmaq. Fact, data ilə sinonimdir. Bear, dözmək, tab gətirmək. Sustain ilə sinonimdir. 116-da purchase, almaqdır pulla nəysə, buy'in sinonimidir. Burada da be involved in sinonimi nədir burada? Present. Attend, iştirak eləməkdir. Engaged in. Possess, malik olmaqdır. Bu da having sinonimidir. Baxıram 120-ci.